Bu sonuncu period növünə də baxaq. Tonal harmonik əlamətinə görə qapalı, yəni bir tonallı açıq. Bundan öncəki dərsimizin ən sonunda baxmışdıq. Modülyasiyalı. Ona yenə baxacağıq. Öncə bir nəzəri məlumat verim. Bir tonalda yazmışıq, amma bu bir tonallı o demək deyil ki, period başdan sonra elə bir tonalda başlasın, davam etsin və eyni tonalda da bitsin. Belə periodlarda orta hissələrdə yönəlmələr ola bilər. Başqa tonallara yönəlmə olur. Amma musiqi fikri bir tonal çərçivəsində inkişaf edir. Əsas tonalda başlayır, əsas tonalda da bitir. Bax, bu çox önəmlidir. Ara sıra yönəlmələr olar. Bu onu bir tonallı, yəni qapalı olmaqdan çıxartmır. Belə periodlarda tonika tam kadansla möhkəmləndirilir. Ya avtentik, ya plaqallı, ya da tam kadansla bitir. Qısaca bir də deyim, belə periodlarda yönəlmələr mümkündür başqa tonallara, amma başladığı tonalda bitməsi önəmlidir və musiqinin inkişafı əsasən öz tonalında olur. Nümunələrə baxaq, oradan göstərim sizə. Sol minorda başlayır, elə sol minorda da davam edir. Ola bilərdi buralarda kiçik bir yönəlmə ola bilərdi və sol minorda da bitir. Dominanta və tonika. Tonikada nə görürük? Tam kamil deyil, çünki re ilə bitir. Amma yenə də tonikada. Öz tonalına gəlib, öz tonalında bitir. Hər iki cümlə tonika ilə bitir. Bu cümləyə də baxaq və burada tonika ilə bitir. Tonika sextakordla bitir, dönməsidir. Və burada da tonika ilə bitir. Tam tonikadır. Öz halı. Sol aşağıdadır. Basda sol var. Tonika var. Başqa əlamətlərinə baxaq. Baxın, bu həm intonasiya sayılır, həm motivdir. Bir fraza, iki fraza, üç fraza, bu daxil olmaqla, dörd fraza və s. cümlələr. Bir cümlədir, iki cümlədir. Burada təkrar quruluşluq var. Fərqlər olsa da var. Ən azından bu motiv. Başqa nə var? 4 xanə və 4 xanə. Həmçinin kvadrat quruluşludur. Həm təkrar quruluşludur, təkrar olunan quruluşlu, həm kvadrat quruluşludur. 8 xanədən ibarətdir və cümlələrin həcmi eynidir. Xanələrin sayı eynidir. Periodluluq da var burada. Baxın, bu fraza ilə bu fraza eynidir. Demək olar ki, periodluq təşkil edir. Ritmik quruluşu ən azından eynidir. Və burada nə var, baxaq. Burada da periodluq var. Hər iki cümlənin tonikada bitməsi, kadensiyasının tonikada bitməsi, ən çox bunlar vokal musiqisində rast gəlinir daha çox. Birinci cümlə tonikada bitməyə də bilər. Bax, məsələn, Beethoven'də 7-ci sonatanın 2-ci hissəsində. Periodumuz re minordadır. Əvvəl bir ayırd eləyək. Bax, bura birinci cümlə burada bitir. İkinci cümləmiz də burada. 4 xanə, 5 xanə. Qeyri-kvadrat quruluşludur. Təkrar quruluşlu saymaq olarmı? Olar. Melodiyası bax, bu yuxarıda yuxarı baxan səslər eyni gedir. Burada periodluq görürük. Təkrar var. Burada da var. Hətta burada cəmlənmə var. Baxın. Bir period, sonra ikinci period böyüyür. Frazalara bölsək əgər, bir fraza, iki fraza, üç fraza, dördüncü fraza. İndi kadensiyasını tapaq, bizə o lazımdır. Birinci cümləmiz burada bitdiyinə görə, bax, si səsindən si bemol 6-cı səsə düşür. Re minorun 6-cı səsidir. 6-cı səs subdominant akordlar qrupunun içində var. Demək, ümumi şəkildə yazsaq, bura subdominant yazırıq və sonra tonikada durur. Bu menuetə baxmışdıq öncəki dərslərimizdə, bir dənə də qulaq asaq.
Quruluşuna görə 16 xanəli period olduğuna görə buna mürəkkəb period deyəcəyik. Bunları sonra izah edəcəm. Tematik inkişafına görə təkrar quruluşludur. Metrik əlamətinə görə kvadrat quruluşludur. 8 xanə, 8 xanə. Tonal harmonik əlamətinə görə də bir tonallıdır. Re minorda başlayır və re minorda da bitir. Elə orta hissəsi də re minorda gedir. Bu vaxta qədər baxdığımız nümunələrə baxaq. Bax, bu da do majorda başlayır, do majorda bitir. Sol majorda başlayır. Bu alterasiyaya fikir verməyin, bu necə deyim, bəzəkdir, belə deyim. Və sol majorda da bitir. Solda başlayır, solda da bitir. Bu intonasiyada eyni zamanda motiv və intonasiyada periodluq var və cəmlənmə də var. Yenə periodluq var və cəmlənmə var. Birinci cümləmiz burada bitir. Sol majorda re səsi, solun özü də var, re də var. Bu da tonikadır, amma tonikanın dönməsidir. Və burada isə tonikanın öz halı var. Sol aşağıda, sol yuxarıda. Sual, cavab. Bir tonallıdır, qapalıdır. Bu əsərə baxaq, bunun ortasında yönəlmə var. Birinci cümlə. İkinci cümlə. Üçüncü cümlə. Dördüncü cümlə. 4 dənə cümləmiz var. Təkrar quruluşludur. 4 cümləli periodlar mürəkkəb period sayılır. Demək, burada ortada nə baş verir? Əsərimiz mi bemol minordadır. Amma burada bir dənə də fa bemol gəlir, yəni 7-ci bemolumuz da gəlir. Ona görə çox böyük ehtimalla bu lə bemol minora yönəlir. Subdominant tonallığına. Ondan sonra yenə qayıdır mi bemol minora, öz tonallığı. Belə, mənə elə gəlir bir tonallı qapalı period nədir, onu başa düşdük. Başladığı tonalda bitəcək, ortada hara yönəlməsi önəmli deyil. Yetər ki, öz tonalına qayıdır. Bu qədər sadə bir şeydir. İndi keçirik modülyasiyonlu periodlara, açıq tipli periodlar. Əvvəla unudanlar üçün və yaxud bilməyənlər üçün, inanmıram bilməyənləriniz ola, unutmuş ola bilərsiniz. Bir təkrarlayaq sadəcə. Modülyasiyon nədir? Modülyasiyon və yaxud modülyasiya nədir? Musiqidə lad boyasından asılı olmayaraq bir tonaldan başqa tonala keçərək musiqi quruluşunun tamamlanmasına modülyasiyon deyilir. 3 cür olur: tonallı modülyasiyon, lad modülyasiyonu, ötəri modülyasiyon. Tonallı modülyasiyon nədir? Qısa şəkildə nəzəri olaraq sizə deyəcəm, yadınıza düşsün deyə. Ətraflı şəkildə təbii ki, bunun öz kursu var. Musiqinin elementar nəzəriyyəsi. Tonallı modülyasiya necə olur? Onu yadımıza salaq. Bir tonaldan ola bilər əsər bir tonalda başlayır. Bax, bayaq görmüşdük. Misal üçün do majorda başlayır, sonra sol majora keçir. Bax, bu olur tonallı modülyasiyon. Bir tonaldan başqa tonala keçir. Lad modülyasiyonunda isə eyni adlı olur. Bax, do majordan do minora keçir. Ya da sol majordan sol minora. Tonika sol yerində qalır. Tonika do yerində qalır. Və yaxud fa diyez majordan fa diyez minora keçir. Bunda olur lad modülyasiyonu. Ad dəyişirsə, tamamilə başqa tonallığa gedirsə, onda olur tonallı modülyasiyon. Yox, ad eyni qalırsa, do bemol minor ya da do bemol major. Bu olur lad modülyasiyonu. Bu üçüncü ötəri modülyasiyon nədir? Müvəqqəti olaraq başqa tonallığa gedir, amma sonra öz tonalına qayıdır. Elə bil evdən çıxırıq, gedirik işə, dərsə, sonra qayıdırıq evimizə. Bu olur ötəri modülyasiyon. Baxın, bu əsəri deyirəm, bu prelüd, Scriabin'in prelüdü. Burada ötəri modülyasiyon var. Mi bemol minordaydı, lə bemol minora getdi, sonra yenə qayıtdı mi bemol minora. Öz tonalına başladı, yönəldi, sonra qayıtdı öz tonalına. Modülyasiya nə olduğunu təkrarladıq. Son dəfə bir də bunu təkrarlayaq ki, bizim açıq tipli, yəni modülyasiyalı periodlarımızda nə olur? Bir tonalda başlayır, başqa tonalda bitir, mütləq başqa tonalda bitməlidir. Başqa tonalda bitməyib öz tonalına qaydanda o da olur yenə bir tonalda. Biz indi açıq modülyasiyalı, çox tonallı, yəni perioda baxaq, bir neçə nümunə göstərim sizə. Beethoven'in 5-ci sonatasının
Skripka üçün, violin üçün 5-ci sonatasının temasına baxırıq. Bu bizim birinci periodumuz. Göründüyü kimi təkrar quruluşludur. 4 xanə və 4 xanə, həmçinin kvadrat quruluşludur. Sadə perioddur. 2 cümlədən ibarətdir, sadə perioddur. Tonal harmonik əlamətinə görə, yəni indi baxaq görək, bir tonaldır yoxsa modulyasiyalıdır. Deməli, başlayır fa majorda, do majorda bitir. Dominant tonallığı. Do major, fa majorun dominant tonallığıdır. Do majoru hardan bilirik? Təbii ki, bu si bemolun iptali, ləğvi ilə bilirik. Si olur bekar və doda durur. Bu bizə onu göstərir ki, artıq do majora gəlib. Həmçinin burada ritmik periodluq görürük. Dominant tonallıqlarda bitiş bu şəkildə məsələn. Bunlar adətən majorda olur. Yəni prelüd majordadırsa və orada modulyasiya hiss olunursa, çox böyük ehtimalla dominant tonallığa keçir. Majorlarda, bir də deyirəm, daha çox dominant tonallığa yönəlmə olur. Modulyasiya dominant tonallığa gedir. Amma minorlarda daha çox paralel tonallığa, məsələn, bu olsaydı re minorda keçərdi fa majora. Olsaydı la minorda keçərdi do majora. Mütləq deyil bu. Amma adətən belə olur. Çox vaxt belə olur. Minorlarda həmçinin dominant tərəfə modulyasiya da var. Ümumiyyətlə dominanta yönəlmə çoxdur. O da nəyə görə? Çünki dominant səs ikinci tonika sayılır. Bunu demişdim, izah eləmişdim transları izah eləyəndə. Bizim məşhur rondo avaturkamız Mozart'ın. Birinci cümləmiz gəldi, burada durdu. Düzdürmü? La minordadır. Amma ikinci cümləmizin sonu, baxın burada fa diyez əmələ gəlir. Fa diyez, həmçinin re diyez də var. Bu açıq-aşkar göstərir ki, mi minorda bitir. Mi minorda re diyezimiz harmonik halda işlənib, yəni re diyez olub. Normalda re natural olur, amma harmonikdə re diyezləşir. Fa diyezimizdə onsuz da var, mi minorun fa diyezi. La minorda başlayır, mi minorda bitir. Sol əldə baxsaq, açıq-aşkar burada mi minorun tonik səslərini gördük. Demək, öz tonalda başlayır, amma sonra gedir dominant tonallığa. Bayaq nə demişdik? Adətən minorlarda paralel majora gedir, dominanta adətən majorlarda olur. Burada əsər amma minorda olsa da, o da gedib dominanta. Belə də olur, yəni şərt deyil, mütləq deyil, qəti qayda qanun deyil də, yəni. Başqa bir nümunəyə baxaq. Beethovenin 1 nömrəli sonatasının 3-cü hissəsi Menuet. Harda bitir? La bemol majorda bitir. Açıq-aşkar görsənir. La bemol majorda bitir. Bəs nədə başlamışdı? Fa minorda başlamışdı. Bax, mi bekarda var, bizə işarəni verir. Fa minorda başlayır. La bemol majorda bitir. Burada nəyi görürük? Paralel tonallıq görürük. Bayaq demişdim. Minorlarda adətən paralel tonallığa keçir. Adətən, həmişə yox. Məsələn, bu bayaqki alaturkada keçmədi. Dominant tonallığa keçdi. Burada da 3 cümlə var. Birinci cümlə burada başlayır, burada bitir. Bunu işarəliyim mən. Təkrar quruluşlu olduğuna görə ikinci cümləmizi də sarı rənglə işarələyəcəm. Üçüncü cümləmiz belə. Təkrar quruluşludur. Çünki ikinci cümlə ən azından bir cümlə o biri cümlə kimi başlayır. Onu sanki təkrar eləyir. Sol əlində də həmçinin ritmik təkrarlıq var. Kvadrat quruluşludurmu? Deyil. Çünki 4 xanə, amma sonraki cümləmiz uzundur. Neçə xanə gedir? 1, 2, 3, 4, 5, 6 xanə çəkir. Ümumi 14 xanədir. Bu qeyri-kvadrat quruluşludur. Amma sadə perioddur, 3 cümlədən ibarətdir. Tonal harmonik əlamətinə görə isə açıq tiplidir, yəni modulyasiyalıdır, çox tonallıdır. Çaykovskidən vals dinləyək. Tonallığın dəyişməsini hiss eləmisiniz. Burada nə var? Periodluq var, ritmik təkrarlıq var. Həmçinin burada var və burada var. Bir motiv, 2 motiv və onların təxminən cəmi qədər 2 xanə çəkir bunun cəmi. Burada bir cəmlənmə var. Burada nə var? Burada da yenə periodluq var,
təkrar ritmik quruluşlar var. Mi bemol majorda başlayırıq, amma sonda hara gəlir? Fa diyez bizə nəyi göstərir? Sol minor olduğunu göstərir 7-ci pərdədə. Demək ki, bu açıq tipli, modülyasiyalı, yəni çox tonallı perioddur. Öz tonalda bitsəydi nə olardı? Qapalı period. Bir tonallı. Növbəti nümunəyə baxaq. Schubert sonata si bemol major. Qulaq asaq. Si bemol majorla başladıq. Ortada burada fa diyez görürük. Sol minora yüngülvari bir yönəlmə var. Daha sonra yenə si bemol majora keçir. Və sonra sol minora yenə gəlir. Amma maraqlıdır. Bizi burada bir lə bemol qarşılayır. Qonağımız var. Si bemol, mi bemol, lə bemol. Üçüncü işarəmiz gəlir. Bu deməkdir ki, burada mi bemol majora keçir. Öz tonalında başlayır. Si bemol major. Ondan sonra nə olur? Onun paralel minoruna keçir. Sol minora keçir. Sol minordan sonra yenə qayıdır si bemol majora. Oradan yenə sol minora. Hələ ki si bemol major, sol minor paralel tonallar davam edir və sol minordan mi bemol majora keçir. Mi bemol major sol minorun subdominantasının, yəni do minorun paralel tonallığıdır. Mi bemol major. Nəticə etibarilə bu öz tonalında bitmir. Si bemol majorda başlayır və subdominanta tonallığında bitir. Mi bemol majorda. Burada yenə qohum tonallar gördük. Qohum tonallıqlarda. Amma elə də olur ki, nisbətən biraz daha uzaq tonallıqlara modülyasiya olur. Bu romantiklərdə daha çox baş verir onların yaradıcılığında. Baxaq buna. Bu uşaq albomundan deyil, qış yolundandır. Əvvəl qulaq asaq. Əməlli başlı sürprizli gedib hara çıxıb. Mi minorda başlayır, re diyez minora gedir. Mi minor hara, re diyez minor hara. Bir işarəli minordan 6 işarəli minora gedib çıxıb. Bir xeyli uzaq tonallıq. Bundan əvvəlki nümunədə ikinci ehtimalı götürsək, ən rahatı və düzgünü də o da əslində. Bu ortadakı yönəlmələrdə baxmasaq, si bemolda başlayır, mi bemolda bitir, yəni subdominantada bitir. Adətən nə demişdik? Majorlarda dominantada bitir. Amma indi görürük ki, dominantada yox. Bu dəfə subdominantada bitir. Biz bir dənə də belə nümunəyə baxmışdıq. Son olaraq istəyirəm sizə transpozisyonu yadınıza salım. Ürəyimdə qalmasın. Çünki bəzən modülyasiyonla qarışdırırlar. Transpozisiyonla modülyasiyanın arasında həm oxşarlıq var, həm də fərqlər var. Oxşarlıq odur ki, ikisində də tonal dəyişir. Fərq odur ki, bir qaydasına baxaq, hər hansı bir musiqi əsərinin bütövlükdə və ya bir hissəsinin bir tonaldan istənilən başqa tonala olduğu kimi köçürülməsinə transpozisyon deyilir. Demək, burada fərq nə olur? Olduğu kimi. Bizim bayaqdan bəri bir neçə ki nümunəyə biz baxdıq, tonal dəyişirdi. Orada hər hansı bir hissə olduğu kimi dəyişmirdi. Əsərin gedişatına bağlı olaraq dəyişim olurdu. Ən rahatını bunu göstərim sizə. Bu avaturkada. Bu melodik xətt ilə hətta fakturası da ayrılır. 16-lıqlar burada ağırlıqda 2 dənə cəmi 8-lik var. Amma burada 8-lik ilə gedir. Yəni material başqadır. Bunun materialı ayrıdır, bunun ayrıdır. Burada modülyasyon var. Tonal dəyişir, amma olduğu kimi deyil. Bax, mən əgər indi bunu götürsəydim, gəlin belə eləyək. Mən bunu olduğu kimi götürürəm, bura yapışdırıram. Amma tonalını dəyişirim. Bunu biz elə lə minorda mi minora qaldıraq. Sol əlimiz mi minorda da hazır. Bu oldu transpozisiya. Çünki material olduğu kimi heç nəyini dəyişmirik. Sadəcə tonalını dəyişirik. Gəlir, düşür mi minora. Burada lə minordaydı, amma burada mi minordadır. Bax, bu olur transpozisiya. Bu oldu transpozisiya. Amma əvvəlki halında nə vardı? Əvvəlki halında modülyasiya vardı. Bax, bu modülyasiyadır. Melodiya gedir, bu öz axarında gedir. Sadəcə tonalı dəyişir. Olduğu kimi burada heç nəyin biz tonalını dəyişmədik. Çox sadə bir, primitiv bir şəkildə izah edeyim sizə. Məsələn, mən Sumqayıtdan çıxıram, gedirəm Bakıya. Amma biri də var ki, məni evim qarışıq götürürlər, aparırlar Bakıya.
özümün yol getməyim var. Bir də var məni bina qarışıq, ev qarışıq aparırlar Bakıya qoyurlar. Hazır halda məni aparırlar, ora qoyurlar. Yəni mən özüm getmirəm. Orada bir icraatım yoxdur mənim. Hazır halda məni aparıb qoyurlar Bakıya. Gözümü açıram, evdən çıxıram, görürəm Bakıdayam artıq. Bu olur transpozisiya. Transpozisyonun da 3 növü var. Verilmiş interval həcmində. Bayaq biz bu əsəri transpozisiya etdik. Nə ilə? İntervalla etdik. La minordaydı. Biz bunu kvinta, xalis kvinta qaldırdıq yuxarı, oldu mi minor. İkinci üsul nədir? Xromatik yarımton vasitəsilə. Bunda necə olar? Həmin əsər üzərində göstərim. Bax, bu la minordadır. Adı eyni olacaq. La minor, amma biz bunu eləyə bilərik. La bemol minor, yarımton. Xromatik yarımton. Diatonik deyil. Adımız eyni olacaq, yəni ad eyni qalmalıdır. Heç nə dəyişmədi, düzdürmü? Melodiya dəyişmədi. Daha doğrusu melodiya dəyişmir, sadəcə tonallıq dəyişir. Bayaq la minordaydı, indi oldu la bemol minorda. Buna biz nə deyirik? Xromatik yarımton vasitəsilə transpozisyon deyirik. Bir də var açar vasitəsilə. Açar vasitəsilə olanda açarlar dəyişir. Onda nə edirik? Biz sadəcə açarlar dəyişirik. Açar alterasiya işarəsini yox, açarın özünü dəyişirik. La minordaydı əsərimizin özü, düzdür. Bax, burada açarı dəyişirəm, onda melodiya artıq istər-istəməz dəyişəcək. Təbii ki, açarların da çox növləri var. Do açarlarından birini götürə bilərəm və s. Mən hər ehtimala qarşı elə belə bas açarı götürüm. Amma bir şərtimiz var. Notlar yazıldığı yerdə qalır. Məsələn, bu 3-cü xəttədir, bu 2-ci aradadır, bu 2-ci xəttədir, 2-ci arada, 3-cü arada. Yəni notlar yerini dəyişdirməyəcək, tamam? Açar yerini dəyişdirəcək. Bununla iş bitirmi? Bitmir. Burada tonalımız hara gəldi çıxdı? Do minora gəldi çıxdıq. Düzdürmü? Do minora gəldiyimizə görə açar alterasiya işarələrini ona görə ayarlayacağıq. Təsadüfi işarələr vardı, alterasiya işarələr. Onları da təbii ki, bərpa eləmək lazımdır. Neylədik? Açarı dəyişdirdik, amma notlar yerində qaldı. Təsadüfi işarələrimizi də əməl etdik. Əvvəlkində necə idisə, la minordaydı da bu əsərin öz orijinal tonallığı. Orada hansı təsadüfi işarələr vardısa onları yerinə yetirdik və açar dəyişəndə melodiya hansı tonala düşürsə onun açarlarını da yazırıq. Başqa nümunələr filan göstərməyəcəm, çünki bu musiqinin elementar nəzəriyyəsi dərsi deyil, sizi yormaq istəmirəm. Fikriniz qarışmasın, vaxtınız çox getməsin, sizə əsərlərin forma təhlili lazımdır. Bu dərsimizi yekunlaşdıraq. Bu dərsimizlə bərabər biz period formasının əsas növlərini öyrəndik. Öyrənmədiyimiz nələr qaldı? Məsələn, periodlarda nə olur? Əlavələr, genişlənmələr, ixtisarlar, giriş quruluşu olur, tamamlayıcı quruluş olur və s. İndi bunları da bir-iki dərsimizdə, həmçinin qurma bizim mürəkkəb formamız qalıb. Buna da baxaq. Ondan sonra cəmi bir-iki dərsimiz qalacaq və bu mövzunu yekunlaşdıraq.